gəncləri ancaq dini kitabları oxumaqla məhdudlaşır, çox təəssüf. Məncə, insanların intellektinin bütün bu hadisələrin, dünyada terrorun baş verməsinin, dünyada dinimizin qara gürultusu ruhunda təqdim olunmasının əsas səbəblərindən biri budur ki, biz daha çox dini kitablarla, dini mütaliələrlə, inancla məhdudlaşan insanlar olduğumuz üçün bunların hamısı. Kərbəla hadisəsini Allah Taala elə nəzərində saxlayıb ki, heç bir böyük müharibə o qədər təfərrüatla qeyd olunmuyor tarixdə. Bugün istismosların imperializmin əlində olan ən güclü silah informasiya vasitələridir. İnformasiya vasitələri məhz incəsənətin gücünə təsirli olur, sehranımız gücə sahib olur. Bizim Qollivudun kinolarına biz baxdırıq. Onlar adicə bir mumya filminə baxırsan, şərqdən bir sanki şər qüvvə çıxır, onu kim gəlir məhv edir, yəni dünyanı kim xilas edir. Qərbdən sanansa bir tədqiqatçı. Qərb deyəndə, qərbi tənqiq eləyəndə, qərbin həmən irticası super güclərin tənqiq edir. Qərbin belə deyək, aydın fişək deyiklərin adamları var, qərbdə insanların problemimiz yoxdur. Həmən yanaşma şərqə dair. Əslində, bugün problem onun üzərində qurulub ki, Azərbaycan, belə deyək də, dəfələrlə də bu fikirlər səslənib, Azərbaycan yeganə, bəlkə də deyərdim, dövlətdir ki, burada təbii şəkildə məzhəb qarşıdurması yaranmır.